Dolabdan köhnə bir ayaqqabı tapdım və dedim, bu mənim testimə yarayacaq. Deyilə görə bu krasovkanın ağ yerlərini təmizləyir və bunu mən bir neçə dəfə test etmişəm. Bu da növbəti testlərdən biridir. Köpüyü ayaqqabıya vurub və yaxşıca şotqalayıram və xatırladım ki, bunu parçanın, məsələn, divanda, maşında, dərinin üstünə və ya da parçanın üstünə vurub kiri aparmaq olar. Sırf kir aparandır. Bu ayaqqabının da arxa tərəfi gördüyünüz kimi rəngi artıq getmişdi, qara hissəsinin rəngi getmişdi. Ağ hissəsini isə bax bu köhnədir görürsüz. Artıq ayaqqabının biri hazırdır, bax bu isə hələ hazır deyil. Bunu da mən hazır etdim və ikisinə də birlikdə baxaq. Bax bu da sonrakı effekti. Və bu köpükləndirici Teymur Store mağazasında var. Qiyməti də cəmi 5 manat edir.